Salam, hər vaxtınız xeyir olsun, axşamınız xeyir olsun. Həftənin 4-cü günü yenə də mən canlı yayımda olacağım. TikTokda sizə gözəl yemək bişirəcəm mənim əzizlərim. Mən isə şərbətin yanındayım. Şərbət mənim bu günlərim yenə dırnaqlarıma baxım yaptı və pedikürümü düzəltdi. Şərbət. Ha, это şərbət. Всем привет! Şərbət, у вас что есть? У нас маникюр, педикюр, все услуги есть. Косметология, Да. курсы обучения. Можете пройти. От Роксаны придете, скидка. Mənim adımla gəlsən, şərbət sizə skit gələcək. Ayda doşka şərbət. Və bu da şərbətin salonu. Gəlin, çox gözəl çobalar var şərbətin yanında. Həqiqətən də dırnaqlar, ayaqlar, hər şey, yəni pedikür, manikür, nə istəsəniz burada zaниматься edə bilərsiniz. Öpürəm sizi. Ay aman Allahım, necə darıxıram mən Bakı üçün, necə darıxıram. Burada baxın, şərbətin yanından çıxıram, ölürəm mən yasəmən ağaçları üçün. Həyatımın ən gözəl mövsümü yasəməndir. Ay, nə gözəl iylənir, ay Allah. İnan elə bir cənnətə getdim, gəldim. Necə gözəl iylənir. Moskvanın da bu gözəlliyi, elə gözəl havalar dəyişib. Belə çox gözəl hava var bu dəqiqə hal-hazırda. Və baxın, burada da bütün yasəmən ağaçlarıdır. Ay, necə gözəldir. Gözəldir. Bu da ağ yasəmən. Görün, bunlar bütün hamısı yasəmənlərdir. Baxın. Mən də acından ölürəm. Heç də yeməmişəm. Bu arada mənim əzizlərim, gözünüz mənim səhifəmdə olsun. Diyetoloqumun adını çəkəcəm. Diyetoloqumun haqqında danışacağım. Məni kim arıqladır, necə arıqladır. Mən necə belə qurumuş olub 50 kiloya düşmüşəm. Belə görürsünüz. Necə arıqlamışam və ayın 8-də klip çəkilişimdir. 8-də. Salam, hər vaxtınız xeyir olsun, axşamınız xeyir olsun. Həftənin 4-cü günü yenə də mən canlı yayımda olacağım. TikTokda sizə gözəl yemək bişirəcəm mənim əzizlərim. Mən isə şərbətin yanındayım. Şərbət mənim bu günlərim yenə dırnaqlarıma baxım yaptı və pedikürümü düzəltdi. Şərbət. Ha, это şərbət. Всем привет! Şərbət, у вас что есть? У нас маникюр, педикюр, все услуги есть. Косметология, Да. курсы обучения. Можете пройти. От Роксаны придете, скидка. Mənim adımla gəlsən, şərbət sizə skit gələcək. Ayda doşka şərbət. Və bu da şərbətin salonu. Gəlin, çox gözəl çobalar var şərbətin yanında. Həqiqətən də dırnaqlar, ayaqlar, hər şey, yəni pedikür, manikür, nə istəsəniz burada zaниматься edə bilərsiniz. Öpürəm sizi. Ay aman Allahım, necə darıxıram mən Bakı üçün, necə darıxıram. Burada baxın, şərbətin yanından çıxıram, ölürəm mən yasəmən ağaçları üçün. Həyatımın ən gözəl mövsümü yasəməndir. Ay, nə gözəl iylənir, ay Allah. İnan elə bir cənnətə getdim, gəldim. Necə gözəl iylənir. Moskvanın da bu gözəlliyi, elə gözəl havalar dəyişib. Belə çox gözəl hava var bu dəqiqə hal-hazırda. Və baxın, burada da bütün yasəmən ağaçlarıdır. Ay, necə gözəldir. Gözəldir. Bu da ağ yasəmən. Görün, bunlar bütün hamısı yasəmənlərdir. Baxın. Mən də acından ölürəm. Heç də yeməmişəm. Bu arada mənim əzizlərim, gözünüz mənim səhifəmdə olsun. Diyetoloqumun adını çəkəcəm. Diyetoloqumun haqqında danışacağım. Məni kim arıqladır, necə arıqladır. Mən necə belə qurumuş olub 50 kiloya düşmüşəm. Belə görürsünüz. Necə arıqlamışam və ayın 8-də klip çəkilişimdir. 8-də